And in the end, I would like to point out that Azerbaijan will be the chairman of the Council of Heads of State of ECHO, of the Economic Cooperation Organization, because the next Council of Heads of State of Economic Cooperation Organization will take place in Baku on 2nd and 3rd of July, about 2-3 months from now, in Baku. And Azerbaijan will be the president of Council of Heads of State for 2 years. So we expect that during Azerbaijan's leadership and President Ilham Aliyev's leadership of the ECHO will make more and more progress towards integration between these 10 brotherly countries. Eyni zamanda bildirmək istəyərdim ki, Azərbaycan növbəti mərhələdə sədrlik edəcək və 2 il Azərbaycan prezidenti olacaq Cənab İlham Əliyevin rəhbərliyi altında və eyni zamanda bu tədbir də iyulun 2-si və 3-ü tarixlərində baş tutacaq və inanıram ki, Azərbaycanın rəhbərliyi altında daha çox tövbə veriləcək və daha effektiv olacaq. And thanks again for inviting me here. It is always an honor to be in Baku. I've been here many times. It's like my second home. So once again, I thank the organizers for this honor and thank you very much. Bir daha tədbir iştirakçılarına hər birinə öz təşəkkürümü bildirirəm və Azərbaycanda mən bir neçə dəfə olmuşam. Azərbaycan artıq mənə doğma öz evim kimi gəlir və tədbirin işində uğurlar arzulayıram.